Azərbaycanın regionlarında həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, xüsusilə də qeyri-neft sektoruna göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının yeni mərhələyə keçməsini təmin edir. Son illər aqrar sahədə aparılan məqsədyönlü islahatlar, innovativ metodların tətbiqi, fermer təsərrüfatlarına verilən geniş dəstək mexanizmləri, ölkənin kənd təsərrüfatında məhsuldarlığın və çeşid bolluğunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu inkişaf xəttinin ən qabarıq şəkildə hiss olunduğu bölgələrdən biri Masallı rayonudur. Cənub zonasının iqlim müxtəlifliyi, münbit torpaqları və zəngin əkinçilik ənənələri Masallını ölkənin aqrar xəritəsində xüsusi mövqedə yerləşdirir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən kənd təsərrüfatı proqramları Masallıda yeni istehsal sahələrinin formalaşmasına, mövcud təsərrüfatların isə modernləşdirilməsinə şərait yaradıb. Bugün Masallı rayonunda fermer təsərrüfatlarının inkişafının real vəziyyəti ilə yerində tanış olmaq məqsədi ilə İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Kalatan kəndində fəaliyyət göstərən nümunəvi təsərrüfata baş çəkib. Fermer Fikrət Məmmədovun rəhbərlik etdiyi təsərrüfat uzun illərin təcrübəsinə, sistemli yanaşmaya və yüksək kənd təsərrüfatı mədəniyyətinə əsaslanır. Təsərrüfatın əsas fəaliyyət istiqamətləri çayçılıq, sitrus bağçılığı və çiyələkçilikdir. Çay plantasiyalarında müasir agrotexniki qaydalar tətbiq olunur. Bitkilərin vegetasiya dövrü boyunca lazımi qulluq göstərilir. Torpağın qida balansı qorunur və damcı suvarma sistemi vasitəsilə su sərfi optimallaşdırılır. Bu yanaşma həm məhsuldarlığı artırır, həm də su ehtiyatlarının səmərəli istifadəsini təmin edir. Sitrus bağlarında, xüsusən də mandarin sahələrində məhsulun keyfiyyəti və davamlılığı üçün xüsusi agrotexniki tədbirlər görülür. Ağacların vaxtında budanması, zərərvericilərə qarşı profilaktik işlər, mineral gübrələrin normativlərə uyğun tətbiqi məhsulun həm görünüşünə, həm də dad keyfiyyətlərinə müsbət təsir göstərir. Çiyələk sahələri isə təsərrüfatda ən sürətlə genişlənən və il boyu yüksək məhsul verən istiqamətlərdən biridir. Burada həm açıq sahə, həm də yarı istixana tipli xüsusi əkin formatları mövcuddur. Fermer Fikrət Məmmədovun sözlərinə görə, çiyələk sahələrində istifadə edilən yeni texnologiyalar məhsulun həm erkən yetişməsinə, həm də zərər görmədən saxlanmasına imkan yaradır. İcra başçısının səfəri çərçivəsində təsərrüfatda aparılan işlərlə yerində tanışlıq oldu. Fermer tərəfindən əkin prosesi, mövsümi işlər, aqrar sahəyə dair tətbiq olunan yeniliklər və gələcək planlar haqqında geniş məlumat verildi. Qeyd olundu ki, kənd təsərrüfatına dövlətin verdiyi güzəştlər, subsidiyalar və stimullaşdırıcı mexanizmlər təsərrüfatın genişlənməsinə mühüm töhfə verib. Hazırda Azərbaycanda kənd təsərrüfatı yalnız məhsul istehsalı sahəsi deyil, eyni zamanda strateji iqtisadi sektor kimi inkişaf etdirilir. Ölkə daxilində ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılması dövlətin prioritetləri sırasındadır. Bu prioritetlərin icrası isə birbaşa regionlarda fəaliyyət göstərən fermer təsərrüfatlarının gücləndirilməsi ilə mümkündür. Masallıda kənd təsərrüfatı işlərinin genişlənməsi həm də bölgənin sosial-iqtisadi həyatına müsbət təsir göstərir. Yeni təsərrüfat sahələrinin açılması, mövcud sahələrin böyüməsi və istehsal həcminin artırılması kəndlərdə məşğulluğun yüksəlməsinə gətirib çıxarır. Yerli əhalinin təsərrüfat işlərinə cəlb olunması sosial refahın artmasına səbəb olur. Kolatan kəndindəki nümunəvi təsərrüfat da bu baxımdan xüsusi rol oynayır. Burada həm mövsümi, həm də daimi iş yerləri mövcuddur. Təsərrüfatın inkişafı ilə paralel olaraq kəndin infrastruktur imkanları da genişlənir. Yol, suvarma, elektrik və digər təminat sahələri daha optimal şəkildə qurulur. İcra başçısının səfəri zamanı qeyd olundu ki, Masallıda kənd təsərrüfatı potensialı çox böyükdür və bu potensialın daha da artırılması üçün həm dövlət, həm də sahibkarlar tərəfindən ardıcıl fəaliyyət göstərilir. Təsərrüfatın texniki təminatı, sahələrdə istifadə olunan agromexanizmlər, torpağın düzgün idarə olunması və müasir texnologiyaların tətbiqi bu istiqamətdə atılan mühüm addımlardır. Bugün Kolatan kəndində təqdim olunan təsərrüfat Masallının aqrar inkişaf modelinin parlaq nümunəsidir. Burada həm ənənəvi, həm də innovativ əkinçilik metodu bir araya gətirilib. Torpağın imkanları maksimum dərəcədə səmərəli şəkildə istifadə olunur.
Aqrar sektorun ölkə üzrə inkişafı artıq elə mərhələyə çatıb ki, Azərbaycan regional bazarlarda rəqabət qabiliyyətini artırmaqla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının ixrac potensialını da yüksəldir. Cənub bölgəsində yetişdirilən çay, sitrus və giləmeyvə məhsulları həm daxili, həm də xarici bazarda öz keyfiyyəti ilə seçilir. Burada yetişdirilən məhsulların ixrac tələblərinə uyğunlaşdırılması, çeşidin artırılması, saxlama və qablaşdırma proseslərinin inkişaf etdirilməsi gələcəkdə daha böyük imkanlar açır. Bugün həyata keçirilən səfər bir daha təsdiq edir ki, Masallı rayonunda kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır. Dövlət dəstəyi, fermerlərin məsuliyyəti və torpaqdan səmərəli istifadə prinsipinə əsaslanan fəaliyyət rayonda aqrar sektorun nümunəvi şəkildə inkişaf etməsinə imkan yaradır. Kolatan kəndində fəaliyyət göstərən bu təsərrüfat isə həmin siyasətin uğurlu nəticəsini əks etdirən əsas nümunələrdəndir. Burada həyata keçirilən işlər Masallı rayonunun kənd təsərrüfatı potensialının daha da genişləndirilməsi üçün mühüm baza formalaşdırır.